Nail olduklarım da var, itirdiklerim de var. Hayatta dostlar kazandım, müəyyən şöhrətə nail oldum. Bu illərə baxanda görürsən ki, nəsə bir iş görə bilmişəm. İtirdiklərim də yaxın adamlarımı, valideynlərimi, dostlarımın bir neçələrini itirmişəm. Mən bir də görürdüm ki, göndərirdilər, qonağımız gələcək, göndərirdilər, o Şlaqbaum deyilən yer var, Ağsuda, Kürdəmirə gedən. Orada Kürdəmirdən gətirib xəşəm balığı satırlar. Mənim də 10 yaşım vardı, xəşəm də yekəydi belə. Bir də gördüm o pulla, məsələn, 61-də dəyişdi axı bir dəfə pul. 61-də, o 58-59-cu illərdə yüzlük olurdu, yekə yüzlük. Ondan verirdi, az qalırdım ki, cibimə tikəm onu ki, itirərəm orada. Mənim də ora gedmək, balıq alıb gəlmək, bir dənə əsas məqsədim vardı. Bu puldan biraz qırtladı. Bir şirin su vardı, şirin su için. Bir də kinoa girmək. Dəmir körpünün yanında bir şikəst adam otururdu. O şikəst adam elə dua eləyirdi ki, o elə ürəkdən dua eləyirdi ki, Yusifi zindandan qutaran Allah sənə kömək olsun. Belə deyəndə əlim ayağım gedirdi belə. O qırtladığım pulları verirdim, su süzülə gəlirdim. Belə günlərimiz olurdu. Həqiqət isə belədir ki, Adəm din kitablarının yazılmasından çox qədimlərdə mövcud olmuş həmin xaliq zərrələrin məcmunundan yaranıb. İnsan özü xaliqdir. Amma cəhalət üzündən bunu bilmir. Elmə vaqif olub, öz xilqətini dərk edənlər deyirlər, Haqq Taala insanoğlu özüdür. Həqiqət. Yadımdadır ki, məni Calala çəkmək istəyirdilər, çəkmədilər. Ənvər Həsənov çəkmədi. Səsləndirməyinə mənən Ələbbas rəhmətli qədir olur. Ola bilirsiniz o. Bu yazdı, mən yazdım, bu yazdı, mən yazdım. O epizod. Nəhayət, rejissor Topi Tağdada baxdı ki, 200 də yaxşıdır. Amma bağışda mənə dedi, biz Ələbbasla işləyirik. Mən də o vaxtı belə deyək də, kinoya çəkilmək, ondan dublajda olmaq üçün sinema gedən vaxtları. Mən çıxdım, yadımdadır ki, koridorda ağlamaq çıxdım. Xeyli mənə mənfi təsir elədi. Bu da taleydi. Bəlkə də qurban olduğum dedi ki, sən Cəlalla yox, sən Nəsimi ilə başlamalısan. Yaxında kinoteatr var, o tam buradan gedəndən sonra olur. Bəzən uşaqlarla mübahisə edirdik, biri deyir ki, mən Meştibada, nə bilim, Hind filminə 17 dəfə baxmışam, o deyir ki, yox, mən 23 dəfə baxmışam. Filmi artıq əzbər bilirlər. Məsələn, uzaq sahillərdə burada çəkilib, Perivalda. Onlar burada olurdular. Bir dəfə mən getdik ora baxmağa, bunları çəkilişinə. Sən demə, mən kadra girmişəm. Mənə oradan uzaqdan hayələdilər, qovladılar ki, girin meşəliyədələr. Mən biraz özümə sıxışdırmadım ki, biz harada, bunlar harada, bizi niyə qovladılar. Bu Ağsuya hər dəfə gələndə kövrəlirəm, bəzən uşaqlaşıram və baxıb görürəm ki, artıq neçə ildir. Təsəvvür edin, mən 17 yaşında evdən çıxmışam. 17 yaşdan sonra bu 70'ə qədər mən bunu Bakıda yaşamışam. Deməli, mən burada 17 il ömür sürmüşəm. Bəzən rayonda baxıram, gəzirəm, görürəm ki, mən tanıyan adamlar yoxdur. Artıq cavan adamlardır. O mən tanıdığım adamlar
çoxları dünyasını dəyişir. Rəhmətli Məmməd Rza Şeyxzamanov filmdə çəkiləndə bizə zarafat edirdi. Deyirdi ki, Ağsudan girəcəyində Perivaldan sonra bir dənə zapravka var. Orada Səməndər Rızayevin, Rasif Balayevin, Mikailin heykəli qoymaq lazımdır. Bizi dolayırdı. Yəni belə bir kino lenti kimi o həyatı götürəndə görürəm ki, bizim gəncliyimiz yaxşı keçir. Yəni düzdür, adam yaşlaşır, ondan sonra müəyyən şeylər yadından çıxır, amma bir insan kimi formalaşmaqda böyük-kiçik yeri bilmək, səmimiyyət bayağı düz, bu insanların arasında elə bir biraz azalır. Deyəsən bu cənab bizdən kəlmə kəsmək istəmir. İstəmir. Ya da bizdən nəsə gizlədir. Çaxır içirsiniz? Ya. İçən deyiləm. Naha. Gənciyə gələsən. Gəncə çaxırıb dadmayasan, günah. Şair deyib, 3 günlük ömründə iç yaqut şərabı. Ömür dönməz geri, çəkmə istirabı. Görürsən ki, dünya hey xarablaşır, sən də gecə-gündüz mey iç, ol xarab. Şeirlə aranız necədir? Şehir vaxtı deyil. Yine o bağ olaydı. Yine yığışarak siz o bağa köçeydiniz. Biz de muradımız çəpələkdən kömalıydıq. Size qonşu olaydıq. Yine o bağ olaydı. Səni tez-tez görəydim. Dələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham yazıydım. Səhər, axşam. Arzuya bax. Sevgilim. Dillerinden ince mi? Gölde aktarlar nete gündür. Aktarlar. Sümali. Kiminle? Evet. Gel bak, gel bu işin eski ne? Gel. Mən Nəsimidə, Dədə Qorqudda, Babəkdə, hansı ki saqqal qoymuşam, mən bir dəfə də nahar eləmədim. Çünki qorxurdum ki, nahar eləyəndə, bir çörək yeyəndə bu qopacaq. Mütləq qrimyor ora bir kley vuracaq, zad eləyəcək. Bir-iki dəfə oldu da, mən nahar elədim. Nahardan sonra, bilirsiniz da, çəkiliş bir də görürsən ki, çağırırlar 9-a, 10, 11, birdən nahardan sonra sən o psixoloji yerlər, çətin yerlər. Mən də nahar elədim, gördüm ki, yuxum sürmə. Ona görə nahar eləmirdim ki, mən belə özümdə olum.
Vidalaşabilirsin oğlunla. O özünü vurdu. Bir gün nişan kaldı. Ama. Bak bu senin sözlerinde. Ha deyirəm ki, sən də aktyorsan. Okuyorsan Rasim Balay. Okuyorsun Rasim. Sen Adı familiyası Rasim Balay. Da. Rasim. Bir gün nişan kaldı. Ne var? Bir gün. Açam dediniz. Avgust, sentyabr. Siz diyorsunuz Raspисание ne diyorsunuz? Ну, заранее будем знать, да. Zamanında. İyunun 20'sindən sonra buradayım. Avgust, sentyabr burada. Bəli. Ahır. Mən ömrümdə birinci dəfə kinoprobaya düşdüm. Bilirsiniz nədə? Tri Gvazdiki. Ay sos. Arif Babayev çəkmədi. Da. Və Rasim İsmailov da operator. Operator. Mən kino çəkilmək mənim dəhşətli arzum idi. Birinci dəfə o filmə düşdüm. Və mənə belə gəlir ki, kinostudiyanın tarixində ikinci belə hadisə olmayıb. Ki film buraxılsın, Diyansın. yarımçıq qalan olub, başqa rejissor çəkib zat, amma film tamam çəkilmədi. Mən bilirsiniz nə Adı yazılmak nə qədər pərişan oldum ki, Başka. mən ilk dəfə mən filmə düşdüm. O da ki çəkilmədi. Deyir, niyyətin hara? Mənzilin ora. Deməli, mənzil sən hara? Bura o koca yaşında. Mən O koca yaşında yaman yaxşı. müdürşiləşirəm də. Bunu Fikrət Qocar deyil. Hə? Dedim də hələ şey o şehirdədir. Bilirsən Ağdaşlı olduğunu bilmirəm. Məmməd Araz olsaydı deyə. Mən bir də Ramiz Röşənə nə dedim? Ramiz Röşənə dedi ki, mənim çox düşüncələrim olur. Amma mən onları toparlayıb, sözə çörüb deyə bilmirəm. Amma sən deyirsən. Bu sənətin içində olan adamlar çalışır ki, məişət şeylərindən danışır. Çünki sənət o işləyən vaxtı həmişə var idi. Onun ən Yəni mən indi bir dənə rol oynayıram, bunu səhər gəlib nə deyim? Ya sən bir dənə film çəkirsən, mənim Yazma ki, bununla qaxa gedirik, Rasim'in maşında gedirik. Birdən gördüm, məni üstü basıb, tərbiyə. gəlirdi. Gedirdi. Aksiyon perivanlar. Ya, Dedim, bu nə istidə Rasim deyir, peki yandırmışam. Peki niye yandırırsan? Deyir, mən deyirlər ki, Buna tərəf eləmişəm. motor qızmasın deyə yayın üstündə. Mənə deyiblər ki, gördüm motorunuzu pesi yandı ki, o biraz şey olsun, axlacdeyn olsun. Mən darıxmışdım sizdən tərə, amma istəyirdim ki, elə bir
gəlim görüşüm, amma belə oldu ki, fikirləşdilər ki, bu cürə görüşüm. Yox, yaxşıdır, çox. Belə ya. Normaldır. 70 də gəldi. Hə? Bir dənə sən qalmışdın, ha. 70'lər keçir. Sən hələ bu Ama bizim ömrümüz günümüz burada geçti. Demek olar hayatımızın yarısı. biraz da. Təxminən. Biraz da. Təxminən. Yox. Kino hayatımız. Yaxşı idi. Mənə belə gəlir ki, adam geriyə baxır, heyfslənir, amma boşa getməyib də. İşləmiş də. Mən şəxsən çox sevinirəm ki, mən kino studiyada işləmişəm. İnanırsan? Mən də özdə kinostudiyanın, belə deyək, o qaynar iş vaxtı. Bəli. Bizim başımızı qarşımağa vaxtımız oldu. Bir gün özdə mən axı Orta Asiya Azadlıqda çəkildim. Bəli. Bax, inan, məsələn, bir də görürdün ki, mən bu yay fəslini çox sevirəm, bilmirəm, yayda anadan olmuşam, nəyə görə. İstəyirdim ki, yayda dəniz, gedim dənizin qırağına çimiyim. O illərdə, o çəkilişlərində, mən ona həsrət qalardım. Çünki iyul, avqust, sentyabr bu çəkilişin qaynar vaxtı idi. Bayaq koridorla gəlirəm. Burada kimlər addımlayır? Mənim yadımda ki, biz işlədiyimiz vaxtda 1200 işçisi vardı. Qaynar bir həyat. Yəqin ki, bu olacaq. Hə vaxtsa. Bilirsən? Mən də elə düşünürəm. Çünki hər bir bu kino sənəti də indi bütün sənətlərdən cavan sənətdir. Burada da tarixi götürəndə görürsən ki, bunun inkişaf dövrü var, tənəzzül dövrü var. Sənət öləsə sənət dövrü axı. Şübhəsiz. O zəifləyə bilər, hardasa tənəzzül eləyər, müəyyən Renesans dövrü olacaq. İnşallah. Güneş yüzün heyranıdır. Müşk ile ember saçın terhanıdır. Çün nesimi alemin sultanıdır. Devranın devrananın devranıdır. Yatacağım. O dakika yatacağım ki rahatça ben orada kaldım. Ne sevgili uşaq. Dözmədim, Bu həyat belə şeydir ki, adam mənim məsələn gənclikdə heç fikirləşə bilmirdim ki, mən 70 yaşına gəlib çataram. Qurban olduğum indi məsləhət bilir, yaşadır da. Amma həyat şirin şeydir. Arzudan arzu doğur. Adam istəyir ki, 70'e gəlib 71-də yaşasın, 72-də, nə bilim, uşaqların yaxşı günlərin görsün, nəvələrin toyun görsün, belə. İndi görək inşallah, nə bilim, Allahın yazısıdır. Belə deyək də, sənət dünyasında olan adamlar, o cümlədən mən, bu günlərimin
bu Allah verən ömrün, yaşamağın bir də onda yaxşı mənə təsir eləyər ki, bu illərdə mən boş qalmayayım. Yəni müəyyən yaşıma uyğun rollar olsun, mən çəkilim. Bax, budur adamı nəsə irəli aparan, nəsə axtarmaq, nəsə aramaq, yeni ştrixlər, yeni obrazlar. Təbii ki, özümdən eləmirəm ki, mən obrazda dramaturgiya var, rejissura var, amma aktyor da onu ətə qana doldurur və bütün rejissorun, operatorun, qrupun uğuru aktyorun üzündə təcəlla olunur. Onların əziyyəti. Bax belə. Əndə sığar ki cahan, mən bu cahana sığmazam. Gövhər ilə məkan mənəm, kövn məkana sığmazam. Qazılıq dağı, axı sən bizim qaynatamazsan. Yaralı Tural üçün o çiçək bitir, Qazılıq dağı.